Xüsusilə 11-ci siniflərin buraxılış imtahanı üçün nəzərdə tutulan sınaq testi, sınaq mətni daha doğrusu. Əvvəlcə gəlin, mətndə sizə çətin gələ biləcək sözlərlə, tələffüzləri ilə, tərcüməsi ilə tanış olaq. Systemic, aggressive, characterized, imbalance, threatened, possessions, false, damaging, cyberbullying, consent, psychological, emotional, essential. Başlayaq. Bullying in schools is a systemic problem that affects all schools. Başlayaq. Bullying in schools is a systemic problem that affects all schools. Məktəblərdə zorakılıq bütün məktəblərə təsir edən sistemik bir problemdir. Bullying is a repeated aggressive behavior characterized by a power imbalance and intention to cause harm. Bir qədər mürəkkəb cümlədir. Bullying is a repeated aggressive behavior. Bullying yəni zorakılıq və ya qısnama. Zorakılıq təkrarlanan aqressiv bir davranışdır. Characterized by a power imbalance and intention. Güc balanssızlığı, yəni biri güclüdür, digəri gücsüz və şiddət ilə səciyyələnən. To cause harm isə zərərə səbəb olan deməkdir. Gəlin bütün bu tərcümələri birləşdirək və bir gözəl bədii cümlə tərcümə edək. Yəni zorakılıq, güc balansızlığı və şiddət ilə səciyyələnən və zərər vermək niyyəti daşıyan bir təkrarlanan aqressiv davranışdır. Repeated, təkrarlanan aqressiv davranışdır. Students who are bullied often feel threatened and powerless. Zorakılığa məruz qalan şagirdlər özlərini tez-tez qorxmuş və powerless, gücsüz hiss edirlər. There are 3 types of bullying that students can experience. Şagirdlərin yaşaya biləcəyi 3 tip zorakılıq əlamətləri, tipləri var. 3 tipi var. Bu zorakılığın 3 tipi var. Hansı ki şagirdlər bunu öz həyatlarında, təcrübədə yaşayırlar. Verbal bullying involves spoken comments or written information that is emotionally damaging to the certain student. Şifahi zorakılıq, verbal bullying, şifahi zorakılıq müəyyən bir şagirdə emosional zərər verən şifahi şərhləri, spoken, yəni danışılan, deyilən şərhləri və ya yazılı məlumatları əhatə edir, written information. Physical bullying consists of physically harming a student or their possessions. Fiziki zorakılıq şagirdə və ya onun əşyalarına, possessions, yəni sahib olduğu şeylərə fiziki zərər yetirməyi əhatə edir və ya ondan ibarətdir.
An example of this bullying is hitting a student while also calling them rude names or using false language. Bu növ zorakılığa misal olaraq bir şagirdi vurmaqla yanaşı, while orada yanaşı kimi tərcümə edə bilərik, ona kobud adlar və ya nalayiq adlar deməklə və ya təhqiramiz ifadələr, using false language, yəni təhqiramiz ifadələr işlətməklə göstərilə bilər. This type of bullying social is mainly experienced in schools. Bu tip qısnama və ya zorakılıq sosial qısnamadır və əsasən məktəblərdə olur, məktəblərdə həyata keçirilir. An example of such behavior would be a student spreading false information about another student. Bu davranışa nümunə olaraq bir şagirdin digər bir şagird haqqında yalan məlumatı yaymasını göstərmək olar və ya bu olardı. The rise of technology has taken bullying to the internet. Texnologiyanın inkişafı qısnamanı, yəni zorakılığı internetə daşıyıb. Cyberbullying is when students use email or social media platforms like Facebook to write damaging content. Kiber zorakılıq, yəni şagirdlərin e-poçt və ya Facebook kimi sosial media platformaları vasitəsilə zərərli məzmun yazmaları halıdır. Damaging content, yəni zərərli məzmun. A common form of cyberbullying is sharing students' private photos or videos without their consent. Kiber zorakılığın yayılmış formalarından biri şagirdin şəxsi şəkil və videolarını onun razılığı olmadan paylaşmaqdır. Without their consent, onların razılığı olmadan. Since bullying can lead to long-lasting psychological, emotional, and physical problems, it is essential for teachers to recognize the types of bullying and to struggle with it. Zorakılıq və ya qısnama uzun müddətli psixoloji, long-lasting psychological, uzun müddətli psixoloji, emosional və fiziki problemlərə səbəb ola biləcəyi üçün, since orada üçün kimi tərcümə ola bilər və ya görə. Müəllimlərin zorakılığın növlərini tanıması və onlarla mübarizə aparması vacibdir. It is essential.